Aziz kardeş, bir şey unutmaq lazım değil ki. Yani mal da, pul da, söz də, iltimat da bir əmanətdir. Hər biri insana verilən bir sınaqdır. Kimisi malda sınanır, kimisi də sözdə, kimisi də güvəndə sınanır. Amma çox az kəs bir şeyi bilir ki, elində bir əmanətdir. Necə ki, birinə mal əmanət etsən, onu qorumaq onun boynuna borc olur. Eləcə isə də sir də bir əmanətdir. Onu əmanət etsən, onu açmaq xəyanətdir. Elm də belədir, əziz qardaşım. Onu kimdən aldığına, necə aldığına, nəyə və kimə xidmət etdiyini bilməlisən və düşünmək də vacibdir. Elm ağlı bəzəyə bilər, amma qəlbi təmizləyə bilməz. Çünki qəlbi təmizləyən bir bəzək deyil. Elm çünki Allahın nurudur. O nur isə ancaq təqva əhlində sabit olur, mənim qardaşım. Ona görə də elmi hər kəsdən almaq olmaz. Çünki elm də əmanətdir. Kimə necə əmanət etdiyinə baxmalısan. Alim də əmanətdir. Etimad da, güvən də bir əmanətdir. Unutma ki, kimin elmindən bəhrələnirsənsə, kimdən elm alırsansa, onun yolunda sənin də bir pay alırsan, sənin də bir payın var. Əgər o elm sahibi niyyəti dünyadırsa, onun elmi səni Allaha deyib dünyaya aparacaq. Bunu qəti şəkildə bilməlisən. Əgər o elmi ilə deyil, nəfsi ilə danışırsa, sən də ondan elm deyil, zəhər içirsən. Bu səbəbdən deyiblər ki, hikmət əhli, elm nurdur. Amma nur xəyanətkar qəlbə enməz, orada yer almaz. Elm yəni bir qızıldır, düşün. Elm qızıldır, amma hər kəsin əlində parlamaz. Kim ki onu təqva ilə qoruyursa, qardaş, elm onun üçün hidayət olar. Kim onun nəfsinə xidmət üçün istifadə edirsə, istəyirsə, o elm onun üçün zəlalətdir, zəhərdir, azğınlıqdır. Buna görə də elm əmanətdir, qardaş. Mal kimi, söz kimi, etimad kimi əmanətdir. Və hər əmanət kimi onu da hesaba qatmaq lazımdır və onun da hesabı var. Düşün, məni malıva əmanət edirsən, qoruyursan, sirri əmanət edirsən, onu da qoruyursan. Etimad da əmanətdir, qardaş. Qorxursan onu itirməkdən, güvənir, sənə kimsə güvənsizlikdən etimad etmir, sənə güvənmir. Bu şeylərdən qorxursan ki, səni belə tanımasın. Bəs elm, qardaş, elm də əmanətdir. Əmanət etdiyin qəlb necə qoruyur onu? Yəni, kimə əmanət edirsən? Özün və öz qəlbinə heç etimad etmir insan ki, dəyişə bilər. Allaha güvənirsən ki, Rəbbin səni sabit saxlasın. Qaldı ki, elm məsələlərində ehtiyat etmək lazımdır. Çünki elm qəlbə qoyulan bir nurdur, qardaş. Onu qorumaq Allaha, Peyğəmbərinə və sünnətə, ümmətə sadiqlikdir. Çünki elm əgər əmanətdirsə, onu da aldatmaq, insanları azdırmaq və ya dünyaya satmaq əmanətə xəyanətdir. Ona görə də bax, kimdən öyrənirsən, kimin sözü ilə yön alırsan, kimin arxasıca gedirsən. Çünki güvəndir, etimaddır. Bunlar hər biri bir əmanətdir. Etimadı yanlış yerə qoymaq, qəlbi yanlış qibləyə çevirmək kimi bir şeydir, qardaş.